Usikum və nəfsi bitəqvallah, ya ibadallah. Esselamu aleykum cəmiən və rəhmətullah və bərəkatuhu. Özümü, siz əziz, dəyərli müminələri, inanclı bacı qardaşlarımı rəhmət, bərəkət, məğfirət dolu müqəddəs Ramazan ayının ilk cüməsində ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah dualarımızı qəbul eləsin, oruçlarımızı ali dərəcədə özü bəyənən oruçlardan qərar versin inşallah. Allah Teala bütün xəstələrə şəfa versin, problemi olanların, müşkülü olanların müşkülatlarını inşallah bu müqəddəs ayın hörmətinə xatir Allah Teala tezliklə aradan qaldırsın. Allaha şükür eləyirəm, sonsuz şükürlər eləyirəm. Allah Teala bu il bizə həm ömür verdi, həm fürsət verdi. Birinci, ömür verdi, sağıq, bu müqəddəs Ramazan ayına salamatlıqdan yetişdik. İkincisi də Allah fürsət verdi, bu müqəddəs ayın bərəkətindən, feyzindən bəhrəmənd olmağa. Allah Teala bütün xəstələrə də şəfa versin. O xəstələr ki, o qocalar ki, qəlbləri müqəddəs Ramazan ayının orucunu tutmaq üçün bu cür həyəcan təbii çalır, amma vücudlarında problem olduğuna görə, xəstə olduqlarına görə, yaşlı olduqlarına görə bu müqəddəs ayın feyzindən gerdə qalıblar. Allah onlara da şifa versin inşallah. Əsas budur ki, qəlbin bu aydandır. Qəlbin bu aya hörmətdən daxil olub. Allahdan inşallah istəyək, bugün artıq müqəddəs Ramazan ayının ikinci günüdür. Belə düşünməyək ki, gərək Qədr gecəsi nazil ola, Qədr gecəsi gələ ki, Allah Teala biz dua eləyək, Qədr gecəsi Allah Teala bizim dualarımızı qəbul eləyə, tövbələrimizi qəbul eləyə və bizi bağışlayır. Xeyr, bu belə deyil. Elə müqəddəs Ramazan ayının daxil olunmasından Allah Təbarək və Teala bütün oruc əhlini bağışlayır. Bütün oruc əhlini bağışlayır. İmam Rıza Aleyhisselamdan hədis var, buyurur: Mən samə şəhrə Ramazan imanən və ihtisabən ğufirət ləhu zunubuhu ma təqəddəmə min zənbihi və ma təəxxirə. İmam Rıza Aleyhisselam buyurur ki, hər kim Ramazan ayında imanla, etiqad və xalis niyyətlə oruç tutarsa, onun keçmiş və gələcək günahlarını Allah bağışlayar. Keçmiş və gələcək. Gələcəkdə hələ günah eləməyib, deyir, gələcək günahlarını da bağışlayır. Gör, bu nə mərhəmətli bir aydır. Bu ayın savabının fəzilətinə bax. Əlbəttə, bu dünyada Allah Teala ki, bu dünyayı xəlq edib, bu dünyada bir zəmin var, bir zaman var. Bir məkan var, bir zaman var. Məkanlar bir-birlərindən fərqlidir. Məkanlar bir-birindən fərqli olduğu kimi, zamanlar da bir-birindən fərqlidir. Məkanlar fərqlidir. Hər məkan eyni deyil. Hər torpaq eyni deyil. Görürsən, bəzən misal vururlar, deyir, torpaq yetişdirir. Bəli. Hər torpaq eyni deyil. Bəzi torpaqlarda fərq var. Bəzi torpaqlarda fərq var. Biri o birisindən hardasa fəzilətlidir. Əgər bir məsumu bir torpaq qoynuna alıbsa, demək o torpağın o ləyaqəti var. Bəzi torpaqların o ləyaqəti yoxdur. Kərbəla bir torpaqdır ki, İmam Hüseyni ağuşuna alıb. İnsanlar nə var Kərbəlada? Gedib görürsünüz. Nə var axı Kərbəlada? İmam Hüseynin hərəmindən başqa nə var Kərbəlada? Bir dənə İmam Hüseynin o mübarək cəsədi, Əli Əkbərinin mübarək cəsədi, Həzrəti Əbəlfəzin mübarək cəsədi və haqq uğrunda mübarizə aparıb qanlarından keçənlərin mübarək cəsədi dəfn olub. Tamam, bir dənə budur. Cəmaat hay vurur, istidə gedir ora. Gör, nə qədər mübarək torpaqdır ki, biz o torpağa doğru gedirik. Hətta
alnımızı səcdədə Kərbəla torpağına gətiririk ki, bu fəzilətli torpaqdır. Daha məsələn, o bir torpaqlardan fəziləti var. Fəziləti budur ki, onun içərisində İmam Hüseyin dəfn olub. Mədinə fəzilətlidir. Fəziləti budur ki, aləmlərə rəhmət olan Peyğəmbər o torpaqda dəfn olubdur. Əkinçi toxum gətirir, səpir bir torpaqda bitmir. Digər torpaqda səpir, orada bitir. Və yaxud başqa bir yerdən ağac gətiririk, istəyirik burada əkək, burada bitmir. Və yaxud buranın ağacını aparıb başqa bir ölkədə istəyirik əkək, bitmir. Torpaq fərqlidir. Torpaqlar fərqlidir, əkin üçün də fərqlidir. Mənəvi nöqteyi nəzərdən də torpaqlar fərqlidir. Məkkə-i Mükərrəmə, Kəbə evi harda yerləşir qətiən buradan fərqlidir. Allah qatında mənəvi cəhətdən fərqlidir. Bax, fiziki nöqteyi nəzərdən bura oradan yaxşı ola bilər. Təbiəti, suyu, torpağı, havası, ən gözəl su, ən gözəl torpaq, ən gözəl hava buradadır da Gürcüstanda. Gürcüstan fiziki nöqteyi nəzərdən maddi baxımdan cənnətdir. Amma mənəvi baxımdan oradır cənnət. Baxmayaraq ki, oradan bura maddi nöqteyi nəzərdən müqayisə olması deyil. Orada heç nə yoxdur. İstidir, quru çöldür, heç bir şey yoxdur. Süni bir şeylər düzəltməkdən ölüblər, əyləncə düzəltməkdən, dərdən qabıqdan çıxıblar, amma insanlar ancaq və ancaq ziyarət nöqteyi nəzərdən ora səfər eləyir. Amma oradan bura nəyə səfər eləyirlər? Tur olaraq səfər eləyirlər, əyləncə üçün səfər. Orada heç bir əyləncə yoxdur. Oruyu mübarək eləyən Kəbədir. Oruyu mübarək eləyən Peyğəmbərimizin qəbridir. Kərbəlayı mübarək eləyən İmam Hüseynin qəbridir. Bax, torpaq fərq eləyir. Bəzi vaxt məkan fərq elədiyi kimi zaman da fərq eləyir. Zamanlar da müxtəlifdir. Diqqət eləsək, Allah Taala müxtəlif zamanlar xəlq eləyir. Bəzi zamanlar var, digər zamanlar da fərqlidir. Məsələn, indi biz müqəddəs Ramazan ayında, bu bir zamandır. Bu zaman o biri zamanlarla çox fərqlidir. Zamanın fərqi nədir? Zamanda Allah Təbarək və Teala məğfirət qapısını bütün insanların üzünə açıb. Şeytanın qollarını bağlayıb. Bir xırda əməlinə neçə qat bərabər savab verir. İndi hal-hazırda əyləşibsən, onun maddi göz yox ki, mənəvi göz lazımdır görəsən. Peyğəmbərimiz buyurur, deyir, oruclu şəxsin aldığı nəfəs zikirdir. İndi orucsan, əyləşibsən məsciddə, nəfəs alırsan, bu zikirdir. Gör, nə qədər mübarək zamandır. Amma 2-3 gün qabaq belə bir şey yox idi da. Keçən cümə danışdım, dedim, yoxdur indi. Gələn cümə olacaq bu iş. İndi buna insanda bəsirət lazımdır, görəsən. O bəsirət də hər adamda olmur. Gərək sən Ramazan ayında Allahdan istəsən ki, ilahi, bu Ramazan ayını mənə dadızdır, imanı mənə dadızdır. Allah inşallah oruç tutarsan, sidqi niyyətdən Allah Teala onun batinindəki o gözəlliyi görməyi bizə nəsib eləyər. Cəfər Ağay Müştəhidi böyük şəxsiyyətlərdəndir, böyük ariflərdən olub qədimdə. İndi belə deyil ki, bugün hal-hazırda təqvim var əlimizdə, hansı Peyğəmbərin rehlətidir, şəhadətidir, imamların şəhadətidir, rehlətidir, Qədir gecəsidir, Fitir bayramıdır, İftar, Qurban bayramıdır. Bunlar hamısı yazılır da. Qədimdə belə təqvim yox idi ki, ümumi bilərdilər o qlobalları. 28 səfər Peyğəmbərin rehlətidir, Ərbəin imamın 40-dır, aşırı riz yox, o xırdalar yazılmırdı. İndi xanım Rüqəyyənin mövluduna qədər yazılır, Həmzənin şəhadətidir, Ümmülbəninin vəfatı, haralara gedib çıxmışıq biz. O xırda yazılır da təqvimdə. Ağa Cəfər Müştəhidi bir gün bunun halı yaman tutulmuşdu. Durduq yerdə ağlayırdı, köyrəlirdi, ağlayırdı, soruşurdu, bugün nə münasibəti var görən? Bilmirdilər, deyirlər, bir münasibət yoxdur. Ağa məhsərinə bir dənə alim yetişir, ağa yenə başlayır, ağlayır. Bir ağaya deyir, sən niyə ağlayırsan? Deyir, bilmirəm, mən bugün deyir, nəsə hiss eləyirəm, amma bilmirəm, kimdən soruşuram, bugün nə günüdür, heç kəs bilmir.
Dedi, bu gün İmam Baqir əleyhissalamın şəhadətidir. Onu demişdir, ağa daha möhkəm ağlamağa başladı. Dedi, mən deyirəm axı, bu gün bir hadisənin təmsil eləyənidir bu halım. Görürsən, bəzi vaxt insan bir yerə yetişir ki, onun o halı, o hiss deyirlər də, o hiss insanda yaranır. Müqəddəs Ramazan ayında gərək biz halımızı bir yerə çatdıraq ki, o hiss bizdə yaransın. O hiss bizdə yaranır. Deyir, Allah bəzi vaxt mələklərinlə danışında fəxr eləyər. Deyər ki, mən, bax da yer üzündə mən yaratdığım bəndələrimə bax. Onlar sırf mənim razılığımı qazanmaq üçün istəklərindən keçiblər. Niyyət şərtdir da, oruçda. Deyirsən, niyyət eləyirəm. Niyyət eləməsən, 3 ayda oruç tutsan, heç bir əcri yoxdur. Niyyət şərtdir. Niyyət nədir? Allaha yaxın olmaq üçün oruç tuturam. Və bir şey də görmürsən, sadəcə bir dənə qurbanlıq eləyirsən. Nəyi qurbanlıq eləyirsən? Yeməyi, içməyi və digər o şeylər ki, qeyd oldu. İnsan pərhez edir oruçda. Onları müəyyən vaxtda, özü də hamı yox, müəyyən vaxtda, bu saatdan bu saata qədər. Yəni, zahirinə baxanda çox da böyük cihad deyil. Nə iş görübsən? 12 saat, 13 saat nə yeməyibsən, nə içməyibsən. Böyük cihad deyil. Amma fədakarlıq eləyibsən də, öz istəyinlə eləyibsən bunu. Sən məcbur olmayıbsan ki, eləyə bilərsən, tutmayasan. Amma sən məcbur olmayıbsan bu işi görməyə. Öz istəyindən, öz niyyətindən gəlib oruç tutubsan, Allah Taala mələklərin arasında fəxr eləyər. Ey mənim mələklərim, baxın, mənim bəndələrimə, bunlar nə cürdülər? Bunlar fəda eləyiblər də öz istəklərindən. Mələk bilirsiniz, mələk cılxa əqildən yaranıb. Mələkdə istək yoxdur. Mələk istəsə yeyə bilməz, istəsə günah eləyə bilməz. Allah onu o cür yaradıb. O mələk üçün bir fəzilətdir də, Allah onu elə yaradıb. Amma mələkdə bu mələk onu qazanmayıb. Allah ona bu cür verib. Görürsən, bəzi insanlarda istedad var. Allah onu o cür verib. O qazanmayıb. Pəhlivan var. Allah ona o cür verib də. Məşq eləmədən, məsələn, neçə 100 kilo qaldıra bilir. Pəhlivandır. Onun o qədər də fəziləti yoxdur. Çünki elə anadan gəlmədi. Fəzilət ondadır ki, o səndə olmuyor. Sən onu özündən ağarasan, icad eləyəsən. Buna deyirlər fəzilət. İndi bir adam məsələn siqaret çəkmir. Neyirsən bunu tulla bax. Özü çəkmir axı. Onun danışığının o qədər fəziləti yoxdur. O kəsin fəziləti var ki, bir uzun müddət siqaret çəkib, sonra siqareti atıb, deyir, bunu mən atdım, məsələn, 30 il çəkdim, atdım. Bəli, onun sözündə fəzilət var. Çünki o onu dadıb, ondan özünü nicat verib. Hətta narkomanlar, o kəs ki, narkoman olub, heroina bulaşıb, sonra özünü nicat verib ki, inşallah ki, ondan sonra ona bulaşmasın, bəli, sözündə bir çəki var. Amma yox, onu dadmayan adam elə bu cür danışır, rahat danışır, çətin deyil. Deyir, Allah Taala mələklərə deyər ki, gəlin, baxın, mənim bəndələrimə baxın, bunlar nə iş görürlər, bunlar sübhdən axşama ac qalırlar, susuz qalırlar. İndi mən də bunların gərək qarşılığını verəm axı. Allah gör nə qədər böyük qarşılıq verir. Qarşılığı nədir? Yuxun, indi buradan qalx get yat, ibadətdir. Müqəddəs Ramazan ayında yuxularımız ibadətdir. Nəfəslərimiz təsbihdir. Əməllərimiz neçə qatdır. İndi bir aksiyadır ki, Allah Taala bu aksiyayı başladıb. İndi bu ayın bir dənə gecəsi var. Allah nə buyurur Quranda? Deyir, xeyrun min əlfi şəhr. Bir gecə 1000 aydan üstündür. Bir gecədir. Qədir gecəsi də 7-8 saat dəydə, ondan çox deyil. Gör nə qədər mübarək aydır, nə qədər mübarək zamandır, zamanın bərəkətinə bax. Deyir, xeyrun min əlfi şəhr. 1000 aydan üstündür bu gecə. Və bu zaman müqəddəs Ramazan ayı. Mübarək zamandır ki, digər zamanlarla fərqi var. Əziz Peyğəmbərimizin bir dənə hədisi var. Hədis şərifində buyurur ki, mübarək Ramazan ayı daxil olanda
Bütün behiştin qapıları açılar, cəhənnəmin qapıları bağlanar. Hansı ayda belə bir şey var? Bütün behiştin qapıları der insanların üzünə açılır. Xoş adamın halına ki, o şəxs elə dünyasını dəyişəndə oruc şəklində dünyasını dəyişir. O da behişt qapıları açıqdır. O birbaşa gedib cənnətə düşəcək. Behişt qapıları açıqdır. Peyğəmbər deyir, behişt qapıları açıqdır. Cəhənnəmin qapıları bağlıdır. Buyurur ki, hədis-i şərifdə və yunadi munadən ya bağiyəl xeyr əqbil və ya bağiyəş şər əqsir. Deyir, nida eləyən mələk nida eləyər ki, ey o kəs ki, xeyr istəyirsən, gəl. Xeyr istəyənsən, gəl. Buyur, xeyr. Ey o kəs ki, şərrə doğru gedirsən, dur, dayan, getmə. Allah Teala bu xitabların içərisində bir dənə lətafət var. Allah Teala bizi nə cür çağırır xeyrə? Nə cür xeyrə çağırır? Bizi bu cür təşviqdən çağırır. Deyir, məsələn, əməlinin savabı budur, tutduğun orucun savabı budur, etdiyin ehsanın savabı budur, yuxunun savabı budur, nəfəsin savabı budur, nə bilim, Quran oxumağın savabı budur, ata-anaya xeyr eləməyin savabı budur, ehsan etməyin savabı budur. Allah Teala bunlarını təşviq eləyir. Deyir, o qəlbi mənim məhəbbətimlə dolu olan insan gələcək. Mən onların qarşısına elə bir aksiya elan eləyəcəm ki, onlar öz xoşluğundan gələcək. Bizi kim məcbur eləyib ki, biz öz xoşluğumuzdan gəlmişik, bu müqəddəs ayda qərar tutmuşuq, istəyirik ki, Allaha deyə Pərverdigarı, bizi bu ayda bağışla, bizi bağışlamamış ötəsi dünya aparma. Allah Teala'nın mərhəməti, kərəmi, rəhməti o qədər böyükdür ki, bizi zaten Allahın rəhməti vadar eləyib ki, biz bugün Allah rızasına oruç tutmuşuq. Allah Teala Qur'an-ı Kərimdə oruç haqqında nə buyurur? Buyurur ki, bu bir aydır ki, bu ayda Quran nazil olub. Qurana işarə eləyir. Deyir, bu bir aydır ki, bu ayda Quran nazil olub. Şəhru Ramazan əlləzi unzilə fihil Quran. Deyir, bu ay o aydır ki, bu ayda Quran nazil olub. Quranın önəmindən danışır. Quranın baharı Ramazan ayıdır. Ramazan ayında çox hədsiz təkid olub ki, Quran oxuyun, Qurana qulaq asın, Quranın tərcüməsini oxuyun. Amma əfsus olsun ki, Quran-ı Kərim bizim aramızda çox qəribdir. Biz sadəcə Quranı ölü üçün oxuyarıq. Məclisdə adətimiz üzrə, məsələn, şəhadətdir və yaxud viladətdir, qari gəlsin, 3-4 dənə ayə oxusun, təşrifat. Və yaxud, məsələn, maşından Quran qoyarıq, evdə Quran olar. Amma Quranla ünsiyyət azdır. Bu müqəddəs ayda Allah bizi təşviq eləyir. Deyir, bir ayə Quranın ayəsini oxu, bir xətmə bərabərdir savabı. Ondan qəflət eləmə. Quran ayəsini oxu və Quranla ünsiyyətdə ol. Quran qiyamət günü şəfaət eləyəcək insanlara. Amma bütün şəfaətlərin kökü buradan başlayır. Əgər biz şəfaət eləyəcək şəxs və yaxud Qurandırsa və yaxud Peyğəmbərdirsə, bizim onlardan bu dünyada nə qədər ünsiyyətimiz varsa, nə qədər yaxınlığımız varsa, məhşər günündə onlar bizi daha çox əlimizdən tutacaq. Bir adam əgər Quranla ünsiyyəti çoxdursa, məhşər günü Quran-ı Kərim ona şəfaət eləyəcək. Ünsiyyəti azdırsa, yox, şəfaət çətindir. Bu ay fürsətdir. Quran oxuyaq, Quran öyrədək, Quran öyrəşək, Quranın tərcüməsi ilə tanış olaq, Quranın mətni ilə tanış olaq və bu ayın fürsətini dəyərləndirək, Allahdan istəyək ki, Allah Təbarək və Teala bu ayda bizə tövfiqat versin və bu aydan sonra da Quran oxumaq tövfiqatını Allah bizə nəsib eləsin inşallah. Bunu da deyirəm, söhbətim tamam. Bizdə də belə bir söz var, deyir, mən vaxtım yoxdur, vaxt eləyə bilmirəm. Bunlar hamısı bilirsiniz, bəhanədir. Xazı Nəsrəddin Tusi eşidibsiz. Böyük alim. Böyük alimdir. Xazı Nəsrəddin Tusi yeri gələndə bir fəqihdir. Yeri gələndə bir astronomçudur, münəccimdir. Yeri gələndə bir fəlsəfəçidir.
filosofdur. Yeri gələndə bir təbibdir, həkimdir. Bu çox elmlər özündə cəm eləyib. İndi sən belə təsəvvür elə, bunun başı qarışıqdır da. Nüzum elmi, fiqh elmi, fəlsəfə elmi, tibb elmi, gör başı nə qədər qarışıq da sahələrə. Bununla belə deyirlər ki, Hacı Nəsrəddin Tusi gündə 15 cüz Quran oxuyardı. 15 cüz bilirsən nə qədər? Quranın yarısı, Quran 30 cüzdür. Əvvəldən ortasını gündə 15 cüz Quran oxuyardı. 15 cüz Quran hər gün. İndi istər Ramazan olsun. Biz müqəddəs Ramazan ayında bir xətimi axıra çatdıra bilmir ya. 15 cüz Quran kim oxuydu? Hacı Nəsrəddin Tusi. Bu onu göstərir ki, insan eləyə bilər. İstəsə Quranla ünsiyyətdə ola bilər. Amma bunu da sizə deyim, bir adam əgər Quranla çox ünsiyyətdədirsə, o adamın Allah həm daxilinə nurlu eləyər, həm simasını nurlu eləyər. Çox Quran oxuyan insanlar, baxın, onlar həm daxilən, həm də zahirən cavandılar. Allah Teala bizi Quranla məruf və məşhur eləsin. Allah Teala oruç namazlarımızı ali dərəcədə qəbul eləsin. Çox üzr istəyirəm, oruçlu halda sizi çox yordum. İnşallah haqqınızı halal eləyin. Allah dualarımızı qəbul eləsin, ibadət itaətlərimizi qəbul eləsin. Muhammed al-Muhammed salavat yad edin. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl insana ləfî xusr illellezîne âmenû və amilus salihat və tevasav bil haqq və tevasav bis sabr.